Arkada da bir tane Hindistan da var. Dangalanga. Birinci hissədə bizimki gətirmədi. Eyb yox. Görək ikinci hissədə bizi nələr gözləyir. İnşallah. Burada çempion olup, 2 kat çempion olup gideceğiz. İnşallah. Və budur 3-cü gün, ayın neçəsidir? 28-i. Bugün Cümhuriyyətin qurulması günüdür. Bəli, bu bayram münasibəti ilə bütün Azərbaycan xalqını təbrik eləyirəm. Və onu demək istəyirəm ki, komandamız, milli komandamız bugün saat 15-15-dədir səhv eləmirəmsə, Avstriya ilə oyuna çıxacaq. Mənim isə yanımda biz 3 müşketyoruq, yoldaşlarım. Mr. Abik. Fotoğraf Sabir və Abikdir. Arkada da bir tane Hindistan da var. Dangalanga. Dengalanga getdi. Bizim stadionla yaxın məsafədə yerləşir bizim otelimiz. Hardasa 5 dəqiqə gəzə gedirik. Həm də bu gözəl şəhərə baxıb buranın arxitekturasına En baxıb. kötü Avropa süper yer. Baxın, Bilmirəm Avropanın, Bratislava Avropanın nə qədər belə yaxşı yeridir. Bəlkə Avropanın daha qəşəng yerləri mütləq var. əlbəttə 100%. 100% var. Amma belə baxanda adamın ürəyi fərəhlənir də. Çox sakit, çox super yerdir. Yəni mən gələndən bir dənə siqnal səsi eşitməmişəm. Hamı bir-birinə hörmət edir. Psixoloji olaraq biraz adam sakitləşir, Çox dincəlir. sakitçilikdir. Bu Adam gözəl bir şeydir. gecə vaxtı gəzirsən biraz heç kim yoxdur. Var, hər öz işi ilə məşğuldur. Heç kimdən işi yoxdur. Bir dənə ətrafı çək. Buyurun. Videosunu bana bırak. Eybi. Hal-hazırda biz media otağındayıq. Biz təbii ki, Sabir də məndəndir, Abik də məndəndir. Biz burada işlərimizi görürük, həm də oyunları canlı izləmə imkanımız olur. Və burada notebooklar falan qoymuşuq, şəkilləri, videoları burada işləyib. Buradan İki dənə oldu. hal-hazırda Ukrayna Belçika oyunu gedir. Ukrayna komandası 2-0 öndədir. Buradan hazırlayıb bütün materialları buradan Azərbaycanımıza çatdırırıq. Bütün o videolar ki görürsünüz, əsrarəngiz videoların, onların hamısının ərsəyə gəlməsinə Adam super videografdır. birbaşa Super, Abikin yəni. əli var. Möhtəşəm. Neydi? Möhtəşəm ingiliscəsində neydi? Incredible. Buranı göstər. Incredible videograf. Birazdan komandamız məşqə çıxacaq. Komanda gəlib, buradadır. Məşq sonra da oyun haqqında yaxşı momentlər sizin nəzərinizə çatdıracaq. Ya bu meydan bizimdi, indi Avropa növbədə. Dünya çempionu gəlir, hamı düşüb həyətdə. Bratislava yanacaq, eşidiləcək səsimiz. Azərbaycan gələndə susur bütün rəqibiniz. Forma qırmızı, baxışlar sərt. Biz çıxanda meydan olur dərd. Fransa, İtaliya fərqi yox bizə. Kubok görəndə titrəyirlər dizə. Dünya bizim oldu, indi Avropa vaxtı. Rəqiblər danışır, amma boşdu taxtı. Bizdə ürək.
Pardon biraz, davay. Yaxşısan evli. Hələ ki oyunun 8-ci dəqiqəsidir, hesab 0-0-dır. Bəzi momentlər yaranıb, amma komandamız Rahat 3-0. ona faydalana bilmir. Top eşqindədir. Ümumiyyətlə bizim mini futbolda daha yaxşı çıxış etməyimizin əsas səbəblərindən biri də komandanın həm fiziki durumunun yaxşı olmasıdır, həm də texniki olaraq oyunçularımız texnika cəhətdən topla çox yaxşı rəftar edirlər. Bu hər bir milli komandada yoxdur. Və birinci hissə bitdi. Hesab 0-0. Görək, aslında daha nələr gələcək. Birinci hissə də bizimki gətirmədi. Eyb yox. Görək ikinci hissə də bizi nələr gözləyir. Qələbə lazımdır, qələbə qazanacaq inşallah. Mən buna inanıram. Haydi kesin. Sağdayev rəqib qapısına raket göndərdi. Hal-hazırda qolu çək eləyirlər. Vardan dəqiqləşməyin gözləyirlər, çək eləyirlər və bu da qolun təkrarı. Çox qəşəng qoludur. Və qol qeydə alınır, bəli. Əhsən sağ olun. Sağ otur maço. Şehit dalın şehit. Qəşəng. İlk önce bütün halkımızı tebrik ediyorum. Bugün bizim müstəqillik günümüzdür. İkinci komandamı tebrik ediyorum. Çünkü çok çətin oyun alındı. İlk oyunlar həmişə belə çətin olurdu. Avstriya komandası çok yaxşı komandadır, hazırlıklı komandadır. Ümid varam ki, o birisi oyunlarda yaxşı nəticələr göstərəcəklər. Birinci oyun bizim için çok önemliydi, galip geldi ve yolumuza devam etmek istedik. İnşallah ki sabahki oyuna hazırız. Qüvvətli olan Azərbaycanlılarımız komandanı dəstəkləmək üçün gəliblər. Çox sağ olsunlar.
gün stadiona tez gəlmişik. Bunun səbəbi əbəssiz deyil. Çünki Türkiyə komandası hal-hazırda Ukrayna komandasına qarşı oyun keçirəcək və biz qardaşlarımızı dəstəkləmək üçün bura gəlməliydik. Yeah. Yeah. Yeah, bu meydan bizimdi, indi Avropa növbədə. Dünya çempionu gəlir, hamı düşüb həyətdə. Bratislava yanacaq, eşidiləcək səsimiz. Azərbaycan gələndə susur bütün rəqibiniz. Forma qırmızı, baxışlar sərt. Biz çıxanda meydan olur dərd. Fransa, İtaliya fərqi yox bizə. Kubok görənlər titrəyirlər bizə. Dünya bizim oldu, indi Avropa vaxtı. Rəqiblər İtaliyaya axırıncı qolumuzu sən vurmuşsun. Bu dəfə səndən qol gözləyək. Necədir? Sağ yaxşı. İnşallah bizim qələbə qazanırıq. Bu bilirsiniz kimlərdir bu əfsanə? Partlayır, ay ulduz görünəndə düşmən geri çəkilir. Bu Azərbaycan dünya çempionu. Meydanda qoymarıq heç kimə yolunu. Euro yol deyil, təs gəlir Yalova. Rəqiblər baxır bizə qorxa qorxa. Bu Azərbaycan dünya çempionu. Meydanda qoymarıq heç kimə. Hal-hazırda komandamız oyun öncəsi məşqinə gedir. Rəzmink eləyəcək, daha doğrusu işsin hərəkətlər. Daha sonra isə artıq maça çıxacaq. Yeah, bu meydan bizim deyimdi, Avropa növbədə. Dünya çempionu gəlir, hamı düşüb həyətdə. Bratislava yanacaq, eşidiləcək səsimiz. Azərbaycan gələndə susur bütün rəqibiniz. Forma qırmızı, baxışlar sərt. Biz çıxanda meydan olur dərd. Fransa, İtaliya fərqi yox bizə. Kubok görəndə titrəyirlər dizə. Dünya bizim oldu. Yeri gəlmişkən və Razminkanı isim hərəkətlərini çəkmişkən baxıram ki, burada artıq hesab 2-2-dir. Türklər comeback eləməyə bacarıblar, qələbə qovulursalar çox əla olar. Abi, nə gözləyirsən bugün komandada? Allah olsa inşallah qələbə qazanır. Çempion ola bilərik. Niyə yox? Niyə də yox? Yeri yox. Baskelo bizim dostumuzdur. 2020-ci ildə Azərbaycandaydı. 2023-də idi, səhv eləmirəmsə. Azərbaycandaydı. Mini futbol turnirinə gəlmişdi. Bizim haqqımızda çox müsbət fikirdədir. O mini futbolun, hətta belə deyərdim, bu fonu sayılır və indi komandamız Şəhərlərdə də gözəl görüntüdür. Azərbaycan komandası favorit və son dünya çempionu kimi bu stadionda daxil oldu. Yəni kritik bir şey deyil ama yox. Krasavçı. Artıq 2 dəqiqədə Əvan Kərimov hesabı açdı. Oy qəşəng. Zabeyda. Hakim neyini? Ha, hücum eləyir. Niyə bitirirsən axı? Başın xarab olub sənin. Milli komandamız fasiləyə 1-0 öndə ayrıldı.
daha çox şanslarımız var idimi? Bəli, var idi. Özünüz bu kadrlardan görəcəksiniz, amma nə etmək olar? Yaşayarıq, görərik. Daha sonra nələr olacaq? Abik настроение necədir? 2-0 duruq. 2-0. Her şey alalım. Sensin ama koy dalı oynasın. Maga sensin. Kesmesin. Pas kesmesin baba. Allah Rahman. Eybiyor. Oradan Rahman dalında. buradan oyuncularımıza dəstək verir. Penalti. Görək, penalti epizodan görək necə eləyəcək. Verir, vermir. Verdi, bəli. Əhsən sizə. Komandamız ikinci hissədə daha 2 gol vurub. Düzdür, birini penaltiden vurdu, amma o penalı da qazanmaq lazımdır. Hal-hazırda komandamız hücumdadır. İndi görək, top Vüsal İsayevdədir. Vüsal İsayev neyəcək? Topu çevirir. İsa Atayev, Talih Babayev. Amma təəssüflər olsun ki, bu 4-cü qolla nəticələnmədi. Guys, you are like one of the biggest favorites for this tournament. So do you feel the pressure? Honestly, we don't feel the pressure because we have to play all we can do, all the best. And for now, we are coming here only one reason to be champion. As a second time. Komandamız hücumcusu Rüzgar intervyu verir hal-hazırda. Oyunu sən yaxşı Rəvan seçilir. Rəvan da intervyusunu görəcək müsahibəsi. To win champion. You guys have also the good fan club with you. Yeah, thank you all the Azerbaijan national persons to come here and cheering with us and happiness with us is very good and very proud to be Azerbaijan. Thank you very much again. Congratulations. Thank you. and good Thank luck you in the very next much. matches. And for now, this is all from us. Çox işləyiblər uşaqlar, həqiqətən 2 aydan çoxdur, əziyyət çəkilir. Ona görə daha çox kombinasiyalı oyunlarımız, outlarımız, uygulamalar var. Amma bunlar da inşallah ki gələn oyunlarda yavaş-yavaş onları da göstərəcək. Komandaya, milliyə dəyərlərini və bazarlıqlarını sərgiləyə bilirəm. İnşallah ki, bu bizim son qələbəmiz olmaz. Qrup oyunlarında, play-offlarda da əlimizdən gələn yaxşısını eləyəcəyik ki, çempionluqdan başa baxaq. Burada hava çox gözəldir, günəşli bir havadır. Bizim də əhvalımız çox yaxşıdır. Çünki biz qələbə qazanmışıq. Artıq növbəti hədəf fransızlardır. F qrupunda fransızlarla son oyunumuzu keçirəcəyik. Bu isə mayın 30-u baş verəcək. İnşallah görək komandamız nə edəcək. Bundan sonraki kadr artıq fransızlarla oyun olacaq. Bu artıq 3-cü oyun günüdür Azərbaycan üçün. Təbii ki, 4-cü gündür. Yəni ümumiyyətlə çempionatın 4-cü günüdür. Və biz kimlə oynayırıq?
fransızlarla biz qrup birincisiyik. Amma biz yaxşı notlarla başa vurmaq istəyirik. 3-də 3 eləmək istəyirik. Bu gözəl bir şeydir komandanın motivasiyası üçün. Onu da qeyd edelim ki, baxın, komanda bu iki oyunda mənim şəxsi fikrimdir. Gücünün bir 30%-ni belə, yəni 30%-ni istifadə edərək qələbə qazanıb play-offa güc saxlayırıq. Bu da əbəssiz deyil, çünki biz bura çempion olmaq üçün gəlmişik. Elə deyil Ramin Hoca. Çempion olmaq üçün gəlməmişik. İnşallah. İnşallah. Burada çempion olub, 2 qat çempion olub gedəcəyik. İnşallah. Topun arxasına Təmkin Xəlizadə keçib. O Solaxaydı. Çox güman ki, bunu qapıya da yendirə bilər. Amma bu hansısa bir gedişatda taktiki gediş də ola bilər. Bəli, Dalnişdan geçdiysə, deməli, qapıya yönləndirəcək topu. Və yaxud da yüksala ata bilər, yüksal sayılır. Alınmalı. Hücumumuz devam ediyor. Görək Təmkin. Şanslarımız oldu. Bəli, oldu. Tamamilə çox şansımız oldu. Bir neçə top önə keçə bilərdi. Amma komanda gücünə qənaət eləməyə çalışır. Bacardığı qədər az güc sərf eləyib çox qol vurmağa çalışacaq. Düşünürəm ki, bu oyunu biz qələbə ilə başa vuracağıq. Çox güman ki, də elə olacaq. Bir görə ikinci hissədə bizi nələr gözləyir. Hər dəfə yadımdan çıxır, istəyirəm sizə bir şey qeyd edeyim. Bu videoların altına şərh yazmağı, bir də abunə olmağı, bir də imkan varsa bu videonu like eləməyi unutmayın. Hələlik.
Komandamızın kapitanı Elvin Əlizadə oyunun ən yaxşısıdır. Budur. Deyərdim ki, əsas çempionat bizim üçün bundan sonra başlayıb. Bugünkü oyun yaxşı oyun alındı. Bəzi səhvlərimizi görmək üçün əsas o epizodları tuta bildik. Arkadaşlar bizi tək qoymadıqlarına görə oyuncularımızla görüşə gəldilər və bu görüş sonluğu şəkillə bitməli, xatirə şəklində. Bari kart sende Maga. Adil. Ama Belçiki götürüyor. Millimizdən nə gözlədik? Her zaman kimi qələbə. Gelir Elvin efsane kapitan səhnədə Əlizadə lider tarix yazır hər dəqiqədə Arkada divar ağa Seyid Vəli Sibər kimi Top keçməz qapıdan sanki dəmir səngər kimi Hücum xətti partiyir rəvan sürət alov Ramiz vurur zərbə torlar yanır bu şov Samir qırır müdafiə nəşki ritim qatır Gömkin soyuqqanlı oyunun atır oyun Səninlə qalır Kürək kimi gecə yağlardan Mehdi bitirir işi ölümcül planlar Bu da belə dəyərli futbol izləyicilərimiz. Fransız xalqı kef eləmədi bu dəfə. Komandamız müəyyən gedişləri yoxlaya fransızlar üzərində belə deyərdim, hətta rahat qələbə qazanmağa nail oldu. 8-də 1 final mərhələsində bizim əzəli rəqibimiz olan Qazaxıstanla üzə gələcək. 2023-cü ildən bu yana Qazaxıstan üzərisində qələbə qazanıb play-off'u digər mərhələsinə keçə bilməmişik. Bir revanşdır bəlkə də, deyə bilmərəm. Baş məşqçimiz bu barədə demədi. Dedi, bizim üçün hər bir oyun adidir. Yəni, ciddi yanaşırıq. Hər bir oyuna final kimi yanaşırıq. İnşallah görək necə olacaq. O isə növbəti bloqumuzda olacaq. Sizə abunə olun. Şərh bölməsində öz fikirlərinizi yazın. Əsas da yazın ki, niyə mini futbol inkişaf eləyir, amma böyük futbol hələ də bizi sevindirmir. Abunə ol.